kimi İsra və Meyrac barədə danışdıq, ümumi olaraq onun fəzilətindən, hikmətlərindən, səbəblərindən və nəyə dəlalət eləməsindən, vaxtından və s. İndi də yəni bu fürsətdir, çünki bu hal-hazırda bu günlərdə bunun söhbəti daha çox gedir və daha da önəmlisi bu barədə danışılan mövzu heç hansı ki az öncə danışmadıq, indi də fürsətkən ondan danışaq. O da nədir? Bu günü xüsusiləşdirib hansısa bir namaz, oruz və s. zikir və s. bu kimi ibadətləri bu günlərdə eləmək. Demək, qardaşlar, necə ki dedik, bu günün ili barədə elm əhli ixtilaf eləyib, tarixçilər ixtilaf eləyib, günü barədə ixtilaf eləyiblər. Hətta lap desək ki, lap icma ilə bilinsə ki, bu gün hansı gündür, yenə də biz o gün hər hansı bir ibadət eləmək istəyirsə, baxmalıyıq sünnəyə. Görək sünnədə o gündə hər hansı bir ibadət gəlibmi, yoxsa gəlməyibmi? Əgər gəlibsə, baxmalıyıq ki, hansı şəkildə gəlib. Hansı da necə gəldi, yox. Hansı şəkildə gəlib, biz o şəkildə ibadət eləyək. Və Allah Taala'nın təvhidinin kamilliyindəndir ki, qardaşlar, Allah Taala əhkamlar göndərib bizim üçün. Çünki Allah Taala tək Allahdır, yəni tək Rəbdir. Tək Rəbliyi ilə yanaşı da həmçində tək ilahdır. Yəni tək Rəbdir, tək yaradan, öldürən, dirildən idarəçidir və onunla yanaşı da tək ilahdır, yəni tək məbuddur. Və ibadətdə də onun heç bir şey ortağı yoxdur. Necə ki, yaratmasında, öldürməsində, diriltməsində, ruziləndirməsində, idarə etməsində ortağı yoxdur. Hansı ki, bu barədə müşriklər belə ittifaq eləyiblər, bir çoxları. Və eləcə də onun uluhiyyətində də onun heç bir ortağı yoxdur. Və Allah Taala'nın bu vahdaniyyətinin, bu təvhidinin kamilliyindəndir ki, ona ibadət tək olmağı ilə yanaşı necə gəldi olmaması. Başqa sözlə desək ki, Allah Taala ibadəti və itaəti haqq eləyən tək varlıqdır və o ibadəti, itaəti də necə gəldi qəbul eləmir. Necə ata Quran-ı deyir, biz sizlərin hər biri üçün müəyyən bir şəriətlər, hökmlər qoyduq. Və bu şəriətlər də nəyə görədir, qardaşlar? Madəm ki, bütün peyğəmbərlər tək Allaha çağırır, bütün peyğəmbərlər ona şərik qoşmaqdan həzər eləyir və bununla da yanaşı ona ibadət eləmək nizamnamə şəklindədir. Yəni, necə gəldi deyil. Və bu da Allahın təvhidinin kamiliyindədir. Ona görə alimlərdən deyəndə ki, Allah Taala Quran-ı Kərimi 3 qismə bölüb, var Quranda olan qıssələr, var Quranda olan təvhid əqidə ayələri, bir də var Quranda olan əhkamlar və deyirlər ki, hamısı bunlar yenə də təvhidə qayıdır. Niyə görə? Məsələn, ad və sifətlər barədə filan danışılan ayətlər bildik. Bəs yaxşı qıssalar da təvhidin əzəmətindəndir. Yəni ki, təvhidə əməl edənlərin ucalmasından, əməl eləməyənlərin alçalmasından gedir söhbət. Və əhkamlar dedi, əhkamlar ki, təvhid, yəni ki, Allaha gözəl bir şəkildə ibadət olunması. Peyğəmbər sallallahu aleyhi ve sellemin elədiyi bir şəkildə ibadət olunması. Necə ki, Allah Rasulü aleyhissalatu vesselam bizə deyir ki, sallu kəmə rəaytumuni usalli. Məni necə namaz qılan görürsünüz, elə də namaz qılın. Xuzu anni mənəsikəkum. Həcdə deyir ki, mən necə həcc eləyirəmsə, eləcə də siz həcc eləyin. Nəyi harada necə eləyirəmsə, elə eləyin. Yəni, nətər gəldi, yox. Baxmayaraq, hər birimiz Allah üçün həcc eləyə bilərik, lakin hər birimiz üzərimizə vacib ki, o həcci Peyğəmbərimiz sallallahu aleyhi ve sellem elədiyi kimi, eləcə də namazlar və digər ibadətlər və zikirlər də hamısı bu şəkildə olmalıdır. İndi ona görə, qardaşlar, əgər biz təvhidi həqiqi gerçəkləşdirən biz ümmət özümüzü sayırıqsa, o zaman təvhidi həqiqi gerçəkləşdirməyin özəlliklərindən də biri odur ki, Muhammed Rasulullaha əməl eləmək. Bəs Muhammed Rasulullah niyə görə təvhid kəlməsi ilə yanaşı gəlir? Niyə görə İslama daxil olanlar və yaxud da biz özümüz gündəlik şəhadətlərimizdə, azanımızda, namazımızda deyirik, əşhədü ən la ilahə illallah və əşhədü ənə Muhammədən abduhu və rasuluh. Şəhadət gətirir ki, Allahdan başqa ibadətdə haqqı olan məbud yoxdur. Həmçinin şəhadət gətirir ki, Muhammed onun elçisi və quludur. Qulu və elçisidir, aleyhissalatü vesselam. Ona görə, qardaşlar, biz o qulluğu Allah Taala'nın, Peyğəmbərin sallallahu aleyhi ve sellem bizə öyrətdiyi bir şəkildə eləməliyik. Bir şəkildə eləməliyik. Və Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, mən amilə leysə aleyhi əmrə fəhəvə rad. Deyir ki, kim bizim üzərinə əmrimiz olmayan bir əməl edərsə, bu ondan rədd olunur. Ondan qəbul olunmaz. Həmçinin Allah Teala Quran-ı Kərimdə ki, "Əl-yevmə əkməltu lakum dinakum və etmemtu aleykum ni'meti və raditu lakumul İslamə dinə." Bu gün sizə olan nemətimi tamamladım. Dininizi kamil etdim və İslamı sizin üçün din olaraq seçib ondan razı qaldım. Dinimiz kamildir.
Və ona görə heç bir şeyi artırmaq, əskitməyə heç kəsin də ixtiyarı yoxdur. O ki, qaldı ki, məxsusi olaraq bu İsra Meyrac gecəsinə gəldikdə, bəzilər deyirlər ki, bu gecə çox əzəmətli bir gecədir. Ona görə bu gecədə gələk qalxaq, namaz qılaq filan rəkətdə, müəyyən zikirləri eləyək. Əgər qardaşlar, bizim üçün hər bir şeydə örnək Peyğəmbərimiz sallallahu aleyhi ve sellem və sonra da onun səhabələridirsə və bu halda ki, onlar bu gecəni nə bir namazla, onun gündüzü nə bir orucla və yaxud da nə bir zikirlə, nə bir dua ilə məxsuslaşdırmayıblarsa və yaxud da elə adi sadəcə topalaşmaq, cəm olmaq, məclis qurmaqla bunu bir məxsusləşdirilməyibdirsə, ona görə qardaşlar, gəlin biz də sünnədə olanla kifayətlənək. Və şeytanın ən ümdə arzularından və istəklərindən biri odur ki, bizləri şirkə salsın, bizi tövhiddən uzaqlaşdırsın. Və bunu bacarmayanda tövhidimizi nə ilə naqisləşdirməyə çalışır? Bidətlərlə. Və bidətlər də həqiqətən də qardaşlar, İslamda ən böyük cinayətlərdən sayılır. Ən böyük cinayətlərdən. Necə ki, alimlərdən biri deyir ki, kim iddia eləsə ki, dində gözəl bidət var, bidə həsən eşidirsə, deyirlər, gözəl bidət var, deyir ki, o artıq demək istəyir ki, Peyğəmbər risalətə xəyanət etmişdir. Çünki Peyğəmbərimiz sallallahu aleyhi ve sellem deyir, Allahümmə bəlləqd. Birinci ümmətə deyir ki, həl bəlləqd, deyir ki, mən sizə təbliğ etdim mi? Onlar deyirlər, bəli, təbliğ etdim. 3 dəfə əhd alır. Sonra ki, Allahümmə şəhəd inni bəlləqd. Deyir ki, Allahım şahid ol, həqiqətən də mən dini təbliğ etdim. Yəni, dini təbliğ etməni səhabələrdən əhd alıb, Allahın qarşısında əhd verib ki, artıq mən dini təbliğ etdim. Bu günləri kimsə, və dini də Allah Taala da özü də bəyan edir ki, bu inşallah dininizi tamamladım, dininizi kamil etdim, bu neməti tamamladım. Yəni, dinimiz din olaraq kamildir, nemət olaraq tamamdır və din olaraq bizə Allah tərəfindən seçilmiş bir dindirsə, kimin nə ixtiyarı var buna nəysə əlavə eləsin və yaxud da nəysə əskitsin. Ona görə İmam Şatibi rahimehullah deyir ki, ibadətlərdə ixtisar eləmək bidətlərdə artırmaqdan daha faydalıdır, daha xeyirlidir. Yəni, ola bilsin, insan məsələn gün ərzində yüzlərlə sünnətlər var ki, biz onlara əməl eləyə bilərik. Yemək yeyəndə, geyinəndə, soyunanda, yatanda, duranda, evə girəndə, evdən çıxanda, miniyə minəndə, meçidə girəndə, meçiddən çıxanda, görüşəndə, ayrılanda, qucaqlaşanda. Yəni, demək olar ki, həyatımızın hər bir hissəsini sünnət əhatə eləyib. Hər bir hissəsində əməl eləməyə sünnətimiz var. Oturanda, duranda, aydındır qardaşlar. Əgər biz o sünnətlərdən sadəcə biri ilə, ikisi ilə kifayətlənib, ixtisar eləyib, onu davam eləsək, sadəcə. Məsələn, deyək ki, bir insan səhər axşam zikirlərini sadəcə əməl eləyir. Sünnədə gələn, yəni nafilələrdən söhbət gedir. Sünnədə gələn ibadətlərdən sadəcə bu adam səhər və axşam zikirlərinə riayət eləyir. Yəni, bu adamın belə eləməsi daha xeyirlidir. Nəinki 1000 rükət filan namazı qıldım, milyon dəfə filan zikri dedim, 5 milyon dəfə filan sözü dedim. Yəni, zikirlərdə sayı hesab yoxdur, nə qədər deyə bilərsin. Sadəcə ədəd qoymadan, məhdudiyyət qoymadan. Aydındır. Yəni, bir şey yoxdur zikirləri çox eləməkdir. Sadəcə o qoymaq ki, filan qədər filan zikri demək, filan savabı var, filan qədər filan zikri, filan savabı var, hansı ki, şəriətdə gəlməyib. Belə bu qaydada ibadətləri çoxaltmaqdan, artırmaqdansa, sünnədə bir-iki şeyin üzərində ixtisar eləmək ondan 1000 dəfə yaxşıdır. Misal olaraq dediyim ki, məsələn, kimsə səhər-axşam zikirlərini eləyir. Səhər axşam zikirlərində nə qədər fəzilətlər var, nə qədər faydalar var, nə qədər əcirlər var. Hələ üstəlik də möminin xusunudur, yəni ki, onun qalasıdır. Onu qoruyur bu zikirlər. Xüsusda səhər-axşam zikirləri. Yəni, insan baxın, həm qorunur, həm savab qazanır. Və həmçində bu zikir üzərində ölsə, nə olur? Hüsnül xatimədir. Gözəl, yəni ibadət, gözəl sonluqla dünyadan köçmüş olur. Amma yox, Allah qorusun, hər hansı bir bidətlə eləyərsə, birincisi buna savab yoxdur. İkincisi günah var. Üçüncüsü ölərsə pis sonluq üzərində ölüb gedmiş olur. Ona görə qardaşlar İbn-i Qeyyim rahimehullah deyir ki, şeytan insanı çalışır küfrə salsın. Küfrə sala bilməyəndə bidətə salmaq istəyir. Yəni küfrdən sonra ən böyük günah bidətdir. Deyir, çalışır bidətə salsın. Və bidətə sala bilməyəndə böyük günaha salır. Yəni oğru, zina, faiz və s. bu kimi günahlar. Və deyir, böyük günaha da sala bilməyəndə onu kiçik günaha salmağa çalışır. Təsəvvür edirsiniz? Yəni ki, bidət küfrdən sonra şeytanın ən əsas çalışdığı, can atdığı, səy göstərdiyi bir şeydir ki, Adəm övladını daima ona salmağa çalışır. Ona görə qardaşlar, bu günü hamımız hörmət eləyirik. Peyğəmbər sallallahu əleyhi və səlləm Mehrac gecəsini deyirəm, məhz bu günü demirəm.
Meyrac gecəsinə hamımız hörmət eləyirik. Hamımız Meyrac hadisi, İsra Meyrac hadisəsini qiymətləndiririk və ondan dərs almağa çalışırıq və onu öyrənirik və öz evladlarımıza, qardaşlarımıza bunu öyrədirik və buradakı ibrətləri, faydaları, səbəbləri, hikmətləri sadalamağa çalışırıq. Bununla da yanaşı artıq əski şeylər də saxlayırıq. Və əsli İsra Meyraca olan hörmət odur ki, əsl İsra Meyraca olan hörmət odur ki, sən onu əzəmətləşdirə bilmirsənsə əgər, o zaman ona xələl gətirmə. İsra Meyraca xələl gətirmək, İsra Meyrac barədə olan hadisələri zikr etməməkdən filan o daha şərlidir. Əgər sən bu hadisəni olduğu kimi qiymətləndirə bilmirsən, təqdir edə bilmirsənsə, lakin öz ağlın, öz şeyxun, öz məzhəbində gələn filan şeylərlə bəzəmək istəyirsənsə, bunu eləmə. Yaxşısı budur, nə onu elə, yaxşısı odur, yəni heç birini eləmə, ancaq sünnədə nə gəlib var onu elə. Yox, bacarmırsansa əgər, heç olmasa şərri eləmə də. Çünki bu şər sənin günah kimi, bu bursa sənin fəzilətdən qoyacaq. Deyək ki, Meyrac barədə öyrənməsin, eləməsin, nəysə, bu sənin fəzilətdən qoyacaq. Amma o tərəf sənin günah gətirir. Günah gətirir. Və Peyğəmbər sallallahu əleyhi və səlləm ki, kim bir bidət eləyərsə və yaxud pis bir yol qoyarsa və o yolda ondan sonra o yola insanlar əməl eləyərsə, onların günahından yazılmadan ona da günah yazılır. İnsan təsəvvür elə ki, sən indi bir dənə bidəti elədin. Bu gecə dedin ki, məsələn 10 rükət namaz var. Sənin evladların da bunu gördü elədi. Onlar da evladlarına bunu öyrətdi. Onlar da dostlarına, tanışlarına, ailələrinə bunu öyrətdilər. Gör Allah qorusun, sən nə qədər günah gəlir. İndi sözsüz ki, kimsə bunu bilməyərəkdən eləyirsə, ümid edir ki, Allah onları bağışlasın, onların günahından keçsin, onların bidətlərin sünnə ilə əvəz eləsin. Amma yox, insanlar da var ki, görsən, Allah qorusun, nə qədər deyirsən, eləyirsən, bilmirsən təkəbbür damarları tutur, bilmirsən inatkarlıq damarları tutur. Nədirsə, qardaş, deyir, yox, ibadətdir də eləyirəm, sənin nə ziyanı var ki bunun? Qardaş, mənə heç bir ziyanı yoxdur. Sadəcə ziyan sənin özünədir. Deyir ki, ibadət məyər ziyandır. Deyir, yox, ibadət ziyan deyil. Deyir, mən namaz qılıram, namaz pisdir, deyirəm, yox. Salavat gətirəm, pisdir, deyirəm, yox. Zikr edirəm, deyirsən, yox. Deyir, yaxşı, bu nə deyirəm, pis olur ki, Peyğəmbərə asisən. Peyğəmbərə asisən. Peyğəmbər ki, kim bizim üzərinə əməl olmayan bir əməl eləyərsə, ondan rədd olunur. Sən Peyğəmbərin bu sözündən müxalifsən. Biz demirik, namaz pisdir, oruc pisdir, zikr pisdir, əsla, hər şey. Salavat pisdir, əuzubillah. Əksinə, sadəcə sənin burada günahın odur ki, sən yəni bəşəriyyətə, aləmlərə rəhmət olaraq göndərilən Muhammed sallallahu aleyhi və səlləmə müxalifsən, ona asisən, onun şəriyyətini təhrif eləyirsən, onun şəriyyətinə dəyişikliklər gətirirsən. Problem bundadır. Yoxsa namazda, orucda nə var ki? Necə ki, İmam Malikdən biri soruşur ki, mən deyir, ehrama hardan girim? Deyir, oradan. Deyir, güya buradan girsəm nə olacaq ki, bir neçə mil var da bunun arasında. Deyir ki, problem burada, orada girməyindədir. Problem bir Allah Rasuluna asi olmağındadır. Orada yerdir, burada yerdir. Sadəcə Allah Rasulü orada girib baxır. Xuzu anni mənəsikəku. Deyir, axı, məndən mənsəklərinizi məndən götürür. Mənəsiki məndən götürür. Yəni, həccin əhkamlarını məndən götürür. Ona görə qardaşlar, din yəni ki, ağılla idarə olması bir şey deyil. Dini bizə göndərən Allah var. Onu bizə öyrədən müəllimimiz, Peyğəmbərimiz aleyhissalatu vesselam var. Ona görə heç kimə icazəli deyil nəsə eləsin. Və bu gün əgər sən Meyraca hörmət qoyansan, ibrət qoyansan, bunu öyrən, danış insanlara, öyrət yine bu hadisələrdən ibrət alsın cəmaat. Amma ki, yox, müəyyən ibadətlər falan. Bəziləri deyir ki, yox, düzdür, bu barədə heç bir fəzilət gəlməyib, heç bir zikir, dua, oruc falan varid olmayıb. Lakin kim eləyirsə qoy eləsin. Varid olmayıbsa nə eləsin ki? Yox, sən ümumiyyətlə salih əməllərə təşviq eləyərsən. Ümumiyyətlə gecə namazının fəziləti barədə nə qədər danışsaq qutaran deyil. Elə yetər ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, fərz namazından sonra Allaha ən sevimli olan namaz gecə namazı. Və bu zikirdən danışmaq istəyirsən, elə yetər ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, hər subhanallah, hər əlhəmdə, hər lə ilə ilə, Allahu akbar sədəqədir. Yəni, zikir barədə nə qədər danışsaq hədislər bitən deyil. Salavat barədə yetər ki, yəni insanın hər bir salavata Allah Teala 10 salavat göndərir. Hər kim ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bir salavat gətirir, Allah Teala 10 salavat gətirir. Həmçinin onun salavatı çoxaltması, onun sıxıntılarının getməsinə, borclarının ödənməsinə böyük bir vasilə səhiyyə hədisdə gəlir. Yəni, bunları biz danmırıq. Amma bunu həmişə də ta o gecə ilə məhdudlaşdırmayaq. Allah Teala istəyirəm ki, beləcə bizim bütün əməllərimizi islah eləsin və Allah Teala'ya onun istədiyi kimi, onun buyurduğu kimi və Peyğəmbərinin sallallahu aleyhi ve sellem öyrətdiyi kimi ibadət edən qullarından etsin, düzün Allah bilir. Və axiru da'vanən elhamdülillahi rabbil alemin və salatu və selamu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcməin.